Salam hörmətli şagirdlər. Bugün biz sizinlə feil mövzusunun izahını verəcəyik sizlərə. Feil nədir? Feil hərəkət bildirən əsas nitq hissələrindən biridir. Feil nə edir, nə etdi, nə edəcək, nə etməlidir, nə edəsidir və s. tipli suallara cavab verir. Feillər quruluşca 3 yerə bölünür. Sadə, düzəltmə və mürəkkəb feillər. Sadə feillər ya bir kökdən ibarət olur, ya kök üstəgəl qrammatik şəkilsizdən ibarət olur. Düzəltmə feillərin özü 2 yerə bölünür. Adlardan düzələnlər və feillərdən yaranan şəkilcilər. Mürəkkəb feillərin isə yaranma yolları müxtəlifdir. Məsələn, mürəkkəb feillərin yaranma yollarından birincisi hansıdır? Frazeoloji birləşmələrin özü, frazeoloji birləşmələr. Frazeoloji birləşmələr mürəkkəb feil götürülür. Bunu yada saxlamaq lazımdır. Frazeoloji birləşmələrin özü mürəkkəb feil hesab olunur. İkinci yaranma yolu hansıdır? Olmaq, etmək və bilmək feillərinin köməyi ilə mürəkkəb feillər yaratmaq olar. Amma burada bir məqam var. Olmaq, etmək, bilmək feilləri müstəqil mənalı feil kimi də işlənə bilər. Bu zaman biz onu mürəkkəb feil kimi götürə bilmərik. Bəs nə zaman müstəqil mənalı feil kimi işlənə bilirlər? Məsələn, olmaq sözü yaşamaq, var olmaq mənasında işlənərsə, bərabərdir yaşamaq. Yaşamaq, var olmaq mənasında işlənərsə, bu zaman müstəqil məna ifadə edir və mürəkkəb feil yaratmır. Məsələn, Şəmkirdə oluram. Şəmkirdə oluram. Yəni, Şəmkirdə yaşayıram. Etmək feili hər hansı bir şeyi yerinə yetirmək mənasında işlənərsə, bu zaman mürəkkəb feil yaratmır. Məsələn, dediklərini etmişəm. Dediklərini etmişəm. Yəni, dediklərini yerinə yetirmişəm. Digər bir feilimiz bilmək feilidir. Bilmək feili hər hansı bir şeyə, məlumata sahib olmaq mənasında işlənərsə, bu zaman mürəkkəb feil yaratmır. Yəni, müstəqil feil kimi işlənir. Məsələn, dediklərini bilirəm. Dediklərini bilirəm. Yəni, dediklərin haqqında məlumata sahibəm, məlumatım var. Bütün bu yazdığım cümlələrdə olmaq, etmək, bilmək feilləri müstəqil feil kimi işlənibdir. Yəni, burada mürəkkəb feil yaratmamışdır. Qalan digər yerdə qalan hallarda olmaq, etmək, bilmək feillərini siz mürəkkəb feil kimi götürə bilərsiniz. Məsələn, yaxşı olmaq mürəkkəb feildir. Kömək etmək mürəkkəb feildir. Və s. Mürəkkəb feillərin digər yaranma yollarından biri odur ki, antonim sözlərin belə deyək, yaranması ilə əmələ gələn mürəkkəb feillər də var. Antonim sözlərin köməyi ilə yaranan mürəkkəb feillər də var. Məsələn, oturub durmaq. Oturub durmaq. Baxın, bu zaman arada defis işarəsindən istifadə olunur, oturub durmaq. Məsəl üçün, ağlayıb susmaq, məsələn. Və s. Bu tipli feilləri biz misal göstərə bilərik mürəkkəb feillərə. Mən keçmək istəyirəm feillərdə. Feillərin əsas deməli, feilin qrammatik məna növlərindən danışmaq istəyirəm sizə. Feilin hansı qrammatik məna növləri var? Birinci gəlir məlum növ. Hörmətli şagirdlər, məlum növün özünə məxsus xüsusi bir şəkilçisi yoxdur. Məlum növdə işi görən qrammatik cəhətdən məlum olur. Məsələn, mən gedirəm. Gedən kimdir? Mənəm. Məlum növün deməli, özünə məxsus şəkilçisi yoxdur dedik. Məlum növü digər növlərdən fərqləndirən əsas xüsusiyyətlərdən biri odur ki, məlum növ quruluşca 3 cür ola bilər. Sadə də ola bilər, düzəltmə də ola bilər, mürəkkəb də ola bilər. Bir də məlum növ əsasən adlardan yaranır. Yəni, adlardan yaranan feilləri, yəni kökü sifət olan, say olan feilləri adətən biz məlum növ kimi götürürük. Bunu da mütləq şəkildə yadda saxlamaq lazımdır. Məlum növ haqqında bu qədər. Keçmək istəyirəm məf'ul növə. Məf'ul növ nədir? Ümumiyyətlə, cümlədə növ axtararkən
birinci növbədə, hörmətli şagirdlər, siz növ şəkilçisini axtarmalısınız, növ şəkilçisini tapmalısınız. Məhsul növü şəkilçisi bunlardır. I üstü 4, N üstü 4, bir də N. Baxın, 3 şəkilçisi var. I 4 variantda, N 4 variantda, bir də N şəkilçisi məhsul növü şəkilçisidir. Məhsul növdə işi görən qrammatik cəhətdən məlum olmur. İşi kimsə görüb, amma burada subyekt bilinmir. Bilinmir ki, işi kim görüb. Məsələn, burada belə bir şey deyək. Məsələn, buna misal olaraq ev təmizləndi. Ev təmizləndi. Burada bir məqama toxunmaq istəyirəm mən. Lam və laş şəkilçilərini ayrılmasına toxunmaq istəyirəm. Lam üstü 2, laş üstü 2 şəkilçiləri var. Hansı ki, bunlar seçəndə şagirdlər biraz çətinlik çəkirlər. Bu şəkilçilər həm iki leksik şəkilçisi kimi düşünülə bilər, həm də bir leksik şəkilçisi kimi düşünülə bilər. İki leksik şəkilçisi kimi o zaman düşünülə bilər ki, laya qədər olan hissəni ayırıb biz ora maq artırırıq. Məsələn, baxın, təmizləmək, maq artırırıq. Təmizləmək sözü var, bəli var. Deməli, mən bunu 2 dənə leksik şəkilçisi kimi götürə bilərəm. Təmiz də sözün köküdür. Ev təmizləndi, deyə də burada zaman şəkilçisidir. Ev təmizləndi, amma evin kim tərəfindən təmizləndiyi məlum deyil. Buradakı N olacaq məhsul növü şəkilçisi. Aydın oldu. Deməli, məsələn, ev təmizləndi. Məsələn, elə söz deyək ki, orada lam ayrılmasın. Məsələn, deyək ki, onlar. Məsələn, başqa bir söz deyək. Hal-hazırda nümunə ağlıma gəlmədi. Məsələn, laşa aid deyə bilərik, lana aid deyə bilərik. Ruhlandı sözünü, bəli, ağlıma gəldi, ruhlandı. Ruhlandı sözünü götürə bilərik. Ruhlandı. Ruhlandı sözünün kökü ruhdur. Biz laya qədər olan hissəni artırdıq, ruhla ayırdıq, ruhla maq artırırıq. Ruhlamaq sözü yoxdur. Ona görə mən bunu bir dənə leksik şəkilçisi kimi düşünürəm. Və mən bunu avtomatik məlum növ götürəcəm. Məlum növ götürəcəm. Laş da onu kimidir, hörmətli şagirdlər. Məhsul növ quruluşca yalnız düzəltmə olur, bir də mürəkkəb olur. Yəni, sayda olmur. Bunu mütləq şəkildə yadda saxlamaq lazımdır. Məlum, məhsul növ belə. Deməli, keçdik qayıdış növə. Qayıdış növ. Qayıdış növü şəkilçiləri də eyni ilə məhsul növdəki kimidir. Qayıdış növünün şəkilçilərlə məhsul növü şəkilçiləri eynidir. Bəs biz bunu necə fərqləndiririk? Məhsul növdə işi görən qrammatik cəhətdən məlum olmurdu. Amma qayıdış növdə işi görən məlumdur. Yəni, burada subyekt də, obyekt də, subyekt işi öz üzərində icra edir. Subyekt nədir, obyekt nədir? Hörmətli şagirdlər, yeri gəlmişkən bu məsələyə toxunum. Subyekt işi görən şəxs və yaxud da ki, əşyadır. Obyekt isə üzərində iş görülən şəxs və yaxud da ki, əşyaya deyilir obyekt. Qayıdış növdə deməli, subyekt işi öz üzərində icra edir. Baxın, məsələn, gül açıldı. Gül açıldı. Gül açıldı da at sözün köküdür. Birinci ılı gördüm mən. Il. Deməli, il burada ya məhsul ola bilər, ya qayıdış növü var. Qayıdış ola bilər. Il şəkilçisi çünki növ şəkilçisi kimi götürülür. Deməli, mən baxıram ki, görüm bu qayıdışdır, yoxsa məhsuldur. Gül açıldı deyəndə gülü heç kim atmır. Gül öz-özünə açılır. Gül öz-özünə açıldığına görə bu olur nə? Qayıdış növü. Burada bir məqamı sizin nəzərinizə çatdırım. Hava qaraldı sözünü yazmaq istəyirəm bura. Hava qaraldı. Baxın, hörmətli yoldaşlar, hava qaraldı sözünü ilk baxışda bu qayıdış növə bənzəyir. Bütün şagirdlər, demək olar ki, 90% şagirdlər bu cümləyə ilk baxanda qayıdış növ cavabını verirlər. Amma təəssüf ki, cavab qayıdış növ deyil. Hava qaraldı deyəndə sözün kökü qaradır, qaradan qaral yaranıbdır da ki, zaman şəkilçisidir. Birincisi, bunun qayıdış növ olmamağının bir səbəbi odur ki, burada qayıdış növün şəkilçisi yoxdur.
L deyə mən qayıdış növ şəkilçisi sizə demədim. Baxın, burada qayıdış növ şəkilçisi yoxdur. İkinci məqam nədir? İkinci məqam oldu ki, sözün kökü qara sifətdir. Mən demişdim ki, sözün kökü adlardan ibarət olanda adətən biz hansı növ götürürük? Məlum növ götürürük. Deməli, bu olacaq hava qaraldı hansı növ? Məlum növ. Yəqin ki, bu aydın oldu sizə. Daha sonra gəlir qarşılıq növ. Qarşılıq və birgəlik növ. Qarşılıq, birgəlik növ. Qarşılıq, birgəlik növün şəkilçiləri ış üstü 4, bir də ş şəkilçiləridir. Iş üstü 4, bir də ş şəkilçiləridir. Qarşılıq növün şəkilçiləri. Baxın, qarşılıq növdə iş adından da göründüyü kimi qarşı-qarşıya icra olunur. Birgəlik növdə iş birgə şəkildə icra olunur. Məsələn, quzular mələşdilər. Quzular mələşdilər. Mələşdilər. Mələmək sözün köküdür. Ş. Baxın, burada növ şəkilçisi var artıq. Mələşməkdə, deməli, iş birgə şəkildə olduğuna görə mən bunu birgəlik növ götürürəm. Onlar salamlaşdılar. Onlar salamlaşdılar. 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 Baxın, salamlamaq qarşı-qarşıya baş verən bir prosesdir. Laş yenə burada ayrılır, iki leksik şəkilçisi kimi düşünülür. Burada ş növ şəkilçisi var. Və mən bunu birgəlik növ götürə bilmərəm. Çünki salamlaşmaq qarşı-qarşıya baş verən bir prosesdir. Vuruşmaq, döyüşmək, salamlaşmaq və s. Bu tipli feillərin hamısı qarşılıq növdə götürülür. Sizə belə bir feil versələr, onlar vidalaşdılar. Onlar vidalaşdılar. Vidalaşmaq sözünü, onlar vidalaşdılar deyəndə, vidalaşmaq sözünü mən ilk baxışda qarşılıq növə bənzəsə də, biz bunu qarşılıq növ kimi götürmürük. Niyə qarşılıq növ kimi götürmürük? Baxın, sözün kökü vidadır. Burada mən laşın ayrılma məsələsini bayaq dedim. Mən bunu iki leksik şəkilçi kimi düşünmək istəyirəmsə, burada mən deməli, laya qədər olan hissəni ayırıram və ora maq artırıram. Vidalamaq sözü dilimizdə olmadığına görə biz burada laşı bir yerdə götürürük. D olur zaman şəkilçisi, lar olur kəmək şəkilçisi, şəxs və kəmək şəkilçisi. Deməli, bu olur bizdə bərabərdir məlum növ. Məlum növ. Laş ayrıla bilmədiyinə görə biz bunu nə götürürük? Məlum növ kimi götürürük. Yəqin ki, bu hissələr artıq sizə aydın oldu. Növbəti növə keçək. Növbəti növ şəxsiz növdür. Şəxsiz növ nədir? Hörmətli şagirdlər, şəxsiz növün şəkilçisi də eyni ilə məhsul və qayıdış növdəki kimidir. Şəkilçiləri hansıdır? I-4, I-4 və N şəkilçiləri vasitəsilə yaranır. Şəxsiz növün digər növlərdən fərqləndirən əsas xüsusiyyətlərdən biri odur ki, şəxsiz növdə mübtədə olmur, subyekt olmur və ora heç vaxt siz mübtədə əlavə edə bilməzsiniz. Baxın, belə bir məsələ var. Məsələn, iclasda məsələyə toxunuldu. Məsələyə toxunuldu. Baxın, siz bu cümləyə səhərdən axşama kimi düşünün, siz bura mübtədə əlavə edə bilməzsiniz. Burada deməli bu olur hansı növ? Şəxsiz növ. Bərabərdir şəxsiz növ. Deməli, şəxsiz növdə dedik ki, cümlənin mübtədəsi olmur və biz ora mübtədə əlavə edə bilmirik. Bunu mütləq şəkildə yadda saxlamaq lazımdır. Digər bir növ isə icbar növdür. İcbar növ. İcbar növün şəkilçiləri D-4 və T şəkilçiləridir. İcbar növdə işi görən nə mənəm, nə sənsən, işi görən üçüncü şəxsi. İş üçüncü şəxsə gördürülür. Məcburi şəkildə. İcbar sözü elə özü məcbur sözündən əmələ gəlir. İcbarla məcbur bir-birindən eyni köklü söz kimi götürülə bilər. Məsələn, evi sildirdim. Evi sildirdim. Evi sildirdim. Baxın, evi sildirdim deyəndə evi kimə sildirdim? Ona. Sildirməkdəki deyir, burada nədir? İcbar növün şəkilçisidir. Amma
Dəyişdirdim desəm, dəyişdirdim. Dəyişdim. Məsələn, evi dəyişdirdim. Evi dəyişdirdim. Evi dəyişdirdim deyəndə, hörmətli şagirdlər, burada evi dəyişdirən mənəm. Bildirməklə dəyişdirmək feilləri istisnadır ki, biz onları icbar növ kimi götürə bilmirik. Bunu mütləq şəkildə yadınızda saxlayın. Belə, hələ ki, bura qədər düşünürəm ki, yetərli olar. İnşallah ki, mövzunun digər hissəsini də digər videoda sizlər üçün izah edəcəyik. Təşəkkür edirik.